o sevgi ki faydasız sevgidir. Sevdiğinin rızasına bağlı değil ve onun emirlerini yerine getirmir. Yani bugün özüne Müslüman deyən hər bir fərdi dindirsən, deyəcək ki, mən Allah'ı sevirəm. Elə deyə yox, elədir. Sual verirəm. Bu sevgi deyə yox. Bu sevgidir. Lakin faydasız sevgidir. Yəni o sevgi o sahibinə fayda gətirməyəcək. Niyə? Çünki o elə bir sevgidir ki, sevdiğinin rızasına bağlı değil o sevgi. Allah Azze ve Celle buyurur ki, Kul in kuntum tuhibbunallah fettebi'uni yuhbibkumullah ve yaghfir lekum zunubakum. Ey Muhammed, de ki, eğer siz Allah'ı sevirsinizsə, fikir verin, eğer iddia edirsinizsə ki, mən Allah'ı sevirəm, fettebi'uni, mənə, mənim sünnətimə, mənim risalətimə, mənim dinimə, şəriətimə tabi olun ki, yuhbibkumullah və Allah da sizi sevsin. Məsələ qulun Rəbbini sevməsində deyil, məsələ Rəbbin qulu sevməsindədir və faydalı sevgi budur.